başarmanın iki tane yolu var. Ya herkesten iyisini yapacaksınız ya da hiç kimsenin yapmadığını yapacaksınız. Deyirdi İlham Əliyev Qarabağ alıb, Qabil qulağını kəs, oranı kəs, buranı kəs söz vermişdin axı. Belə deyirdiniz də, eləmi? Belə deyirdiniz də. İlham Əliyev bir dənə Tovuzun postunu alsın, bir dənə Qazan o 7 kəndindən birini alsın, ya Naxçıvanın ərazisindən də işğal olunan ərazisi var, kəndlər var. Onun birini alsın deyə